Hər vaxtınız xeyir olsun dostlar. Bugünkü videoda mən tələbələrin hazırladığı test case'lərdən danışmaq istəyirəm. Əlbəttə bu test case'ləri hazırlamaq asan deyil və bizim Manual QA kursunu keçən tələbələr çalışırlar hər hansı bir təcrübəni alsınlar və bu həmişə mən dediyim tapşırıqlar deyil və mən yaratdığım user storylər deyil. Sadəcə komandanın, tələbələrin özünün hər hansı bir istədiyi saytı götürüb təcrübə yığmaq imkanıdır. Bunu əvvəl YouTube videolarında da demişəm ki, istənilən bir şəxs götürüb istənilən bir saytı yavaş-yavaş başlaya bilər onun üzərindən təcrübə yığmağa, test eləmək üçün ən azından exploratory testing eləmək olar orada. Burada çətinlik nədir? Bizdə user story olmadığına görə, xüsusi bir tələblər olmadığına görə bizim üçün o test case'ləri qurmaq və daha detallı yazmaq biraz çətinləşir. Lakin bu videoda əsas məqsəd sadəcə fikir bildirməkdir və heç cürə bu best practices anlayışına gətirib çıxartmır. Yəni, mən sadəcə öz təcrübəmə əsasən bir fikir bildirəcəm. Bəzi şirkətlərdə, misal üçün, bir cürə edirlər, başqa şirkətdə başqa cürə edirlər və bu illərlə yığılmış təcrübənin əsası gəlib çıxır. Adətən, misal üçün, siz gəlib təzə şirkətdə işləsəz, orada nə isə dəyişmək istəsəz, o demək deyil ki, 100% sizin dəyişikliklər həmin şirkət üçün ideal bir həll olacaq. Nəsə bir fikir bildirə bilərsiniz, nə isə bunu belə eləsək daha yaxşı olar kimi ola bilər. Amma əsas məsələ odur ki, işləyirlər və mütəmadi olaraq ona əgər retrospektiv edərək baxırlarsa ki, nəyə yaxşı elədik, nəyə pis, nəyə düzəldə bilərik, o zaman artıq illər üzərindən yığılmış təcrübəyə əsasən şirkətə və komandaya uyğun olan ən ideal varianta gəlib çıxırlar. Lakin hal-hazırda biz sırf ümumi anlayışdan danışacağıq və burada hal-hazırda test case'lərin Airbnb üçün yazıldığını görə bilərik. Bir daha qeyd edim ki, bu test case'ləri yazmaq çətindir, çünki heç bir tələb yoxdur. İnsan özündən tələb yaradır və komanda olaraq işləyəndə product owner əsas adətən, yəni product owner müəyyən bir user story-ni hazırlayır. Technical Project Manager vasitəsilə həmin user story üçün acceptance kriteriyalar yazılır. Komanda şəklində bu QA team də orada olur, developerlər də orada olur və acceptance kriteriyalar müəyyən bir scope yaradır. Yəni scope ingilis nədir? Müəyyən bir əhatəni yaradır ki, biz harda test case'lər yazacağıq. Yəni, misal üçün, biz belə Airbnb-dən danışanda gedib Airbnb saytını açsaq, Airbnb çox böyükdür və artıq neçə illər ərzində yığılmış bir saytdır. Kiçik bir saytdan başlayanda ilkin səhifədə nələr olacaq, nələri necə eləyəcək, bunu bir neçə epica, feature-ə və user story-lərə bölürlər. Ona görə hal-hazırda götürüb dərhal elə birinci səhifəni götürüb mən bunu test case'lər yazıb düzəldəcəm, biraz çətin məsələ olur. Detallar çox-çox olur və yəni daha yaxşı komandada, məsələn, hətta görürsünüz, bu balaca bura yerdir, headerdir. Header-da bu xəttin, bu üzərinə gətirəndə bu yuvarlanması, sonra burada xəttin çıxmağı, yazıları, nə bilim, çox detallar olur ki, hansını ki yoxlamaq olar və üstünə gətirəndə ikonka böyüyür, services tündləşir, altında xətt var, hansı menyuda hal-hazırda biz, sonra become a host yazısı var burada, sonra burada dünya işarəsi var. Burada menyu var, menyu üzərinə basanda nələr baş verir, hansı menyular var. Bunlar hamısı yəni kiçik bir sahədir, amma çoxlu test case yazmağa tələb edir. Normalda elə manual testingi siz öyrənirsə, hamı deyir, asandır, rahatdır, kef elə, getdin bir həftəyə, bir aya, 2 aya, 3 aya öyrəndin, oturdun, işlədin. Manual testingin böyük ehtimal ki, mənfi tərəflərindən biri elə o təkrarlanan detallar və sıxıcı tərəfi olur ki, sən onu detallı şəkildə test case'lərə yazmalı olursan, adamın səbri hərdən çatmır. Bir dənə məqam var ki, komandadan asılı olaraq dəyişir və
həmin komandada baş verən proseslərdən asılı olaraq dəyişir. Misal üçün, siz əgər ilkin test case'lərdə çox şey detallı yazırsınızsa ki, yəni misal üçün, gəl bura 3 hamburger menyusunun üzərinə bas, refer a host hissəsinə bas və s. Ola bilər ki, sadəcə gələcəkdə hamburger menyuda refer a host hissəsinə kliklə gedəcək. Yəni, saytı aç, ora get, bunu elə, bu detalları yığışdırmış olasınız. O haqda da danışa bilərik, amma hal-hazırda yenə bir dənə test case'in üzərindən keçək, görək burada nə var. Test case'də ilkin olaraq test case 1-dir, test case'in ID-sidir. Yəni, yadımızdadır ki, bizdə test case'in ID-si olur, ssenarisi olur, başlığı olur, preconditionlar olur, addımları olur və test data hissəsi olur. Gözlənilən nəticə, bunlar bizim test case'in özünə aiddir. Bu test case'i yaratmaq hissəsidir. Və ondan sonra gəlir test execution. Test execution'da actual result yaranır, status yaranır. Priority, severity notes, bunlar yəni sizin managementinizdən asılı olaraq dəyişəcək. Və test management tool'lar var, yəni test management alətlər var, hansındakı müəyyən bir fieldlər əvvəlcədən qurulur və ya siz deyirsiniz ki, bunlar bizdə olsun, bunlar bizdə olmasın. Gələcəkdə bunlar dəyişə də bilər. Yəni, alətlərdə olan xüsusiyyətlər. Misal üçün, elə komanda ola bilər ki, heç priority, severity istifadə edilməsin. Ən azından bizdə misal üçün severity test case'lər üçün istifadə olunmur. Biz bunu daha çox bug, defect, issue bu hallarda istifadə edirik. Priority isə bizdə daha çox test case'in harada istifadə olunacağını göstərir. Bir növ, misal üçün, priority 4 functional testingdir. Bu deməkdir ki, onların prioriteti yoxdur. Onlar sadəcə end-to-end test case üçün, regression test case üçün nəzərdə tutulmaz. Ancaq functional testingdir. User story yaradıldı, acceptance kriteriyalar var, onun üzərində detallı yoxlama getdi. Bir dəfə yoxladıq da o functional test case'ləri gələcəkdə ola bilər nə vaxtsa istifadə edək, amma təkrar çox da istifadə etməyəcəyik. Hər halda onu biz istifadə edə bilərik. Onu da izah edəcəm harada. Sonra priority 1 ola bilər. Bir regression test case əlavə edəcəyik və end-to-end test case stilində yazılıb ümumi test case və orada bu dəfələrlə hər regressionda istifadə olunmağını nəzərdə tutur. So, priority 3 ola bilər ki, sizdə olsun nice to have ideyası ilə. Nice to have da o deməkdir ki, əgər regressiona aid deyilsə belə, amma regressionda bunu execute eləmək istəyirsə, götürüb bunu priority 3-ün edirsiniz və bir dəfə, 2 dəfə regressionda run edirsiniz. Gələcək regressionlardan onu yığışdıracaqsınız və ya dəyişiklik varsa ancaq onu əlavə edərsiniz. 2-dəki susmaya görə ikinci prioritetdə olanlar elə həmin test case'lər qalacaq. Dediyim kimi, bu bizim hal-hazırda istifadə etdiyimiz yanaşmadır və hər şirkətdə belə deyil. Ola bilər ki, sizdə tam başqa bir şey olsun və bu məntiqli olsun. Hər halda prioriteti nəyə görə yerləşdirirsiniz, yəni high, medium, bunları nəyə görə edirsiniz, onu dəqiq bilmək lazımdır. Qaldı ki, note hissəsinə biz test case'lərə note yazmırıq. Test case'lərin addımları, description'ı, bunlar hamısı bəs eləməlidir. Burada mən görürəm ki, not visible on iPhone 13. Dediyim kimi, bu accepted result hissəsinə qədər biz test case'ləri yazırıq. Amma bunun konfigurasiyası, yəni Chrome'da run olunacaq, execute olunacaq, yoxsa Firefox'da olacaq, yoxsa Mac userləri üçün Safari'də olacaq və ya hətta cihaz fərqliyi mobil cihazda olacaq, yoxsa laptopda olacaq. Bunlar hamısı bizdə konfigurasiya əsasından gedir. Ona görə notlara ehtiyac olmur. Həm də bunu Excel-də yazılıb. Əlbəttə ona görə burada notlar var və dediyim kimi test management alətləri sizin işinizi rahatlaşdırmaq üçündür və orada daha fərqli imkanlar olur. Hal-hazırda isə biz
actual result və bu hissəyə o qədər çox fikir vermirik, amma yenə də baxarıq. İndi biz test case-in özündən danışaq. Test case-də modul olaraq homepage yazılıb. Adətən bu user story deyək ki, homepage üçün user story ya da homepage header ya da ki, belə yəni başqa modul deyəndə, yəni adətən biz yanaşırıq sırf ssenari üçün. Əlbəttə ki, komandadan sonra dəyişəcək. Bu o qədər önəmli deyil. Önəmli olan bu hissədir, yəni title hissəsi. Nəyə görə burası önəmlidir və nəyə diqqət yetirmək istəyərdim mən burada? Biz görürük ki, verify that the homepage load successfully without any errors. Belə yazmaq özü ümumi anlayışdır deyə bu cür belə deyək də test title'lardan, test case-lərin title'larından uzaq durmağa məsləhət görürəm. Yəni siz successful load nəyə deyirsiniz? Bu qeyri-adi, qeyri-müəyyən bir yanaşmadır və mənim fikrimdə successful olan başqasının fikrində unsuccessful ola bilər. Bilirəm ki, bunun belə yazmanın səbəbi tələblərin olmamağıdır. Ona görə elə adamın ağlına birinci gələn və tələsik və tez tələsik yazmaq istəyidir ki, mən tez qəşəng test case-lər yazmağa başlayayım. Yox, əslində siz daha detallı analiz edib səhifəni özünüz üçün daha realistik tələblər qoysaz, o zaman sizin test case-lər daha düzgün olmuş olacaq. Nəyi nəzərdə tuturam? Daha düzgün deyərkən, bax görürsünüz, danışığımda da elə həmin o notlar hiss olunur ki, bu qeyri-müəyyəndir. Bu hal-hazırda daha düzgün deyəndə və daha dəqiq deyəndə nəyi nəzərdə tuturam? Biz sayta daxil olduq. Deyək ki, ana səhifəni görürük də. Ana səhifənin yuxarı hissəsini test ediriksə, header hissəsini, burada nəyə diqqət yetirə bilərik? Bax, Airbnb var və bu bütün səhifələrdə olacaq böyük ehtimal ki. Sonra bu ana səhifənin olduğunu bizdə nə göstərir? Homes menyusu var burada və burada altdan xətt var. Bir də burada bir dənə məqam var ki, URL-ın özündə də hal-hazırda heç bir əlavə link yoxdur. Yəni biz onu yoxlaya bilərik ki, URL elə airbnb.com-dur. Heç yerə redirect olmayıb, heç nə baş verməyib. Bax, bunu yoxlaya bilərik ki, ana səhifədə airbnb.com. Ondan sonra biz yoxlaya bilərik ki, menyudur. Fərqinə baxmalıyıq ki, biz ana səhifədə olanda necə olur, digər səhifələrdə olanda necə olur. Məsəl üçün, Experience-ə keçəndə görürük ki, Experience-in altından xətt çəkilib, kateqoriyalar dəyişdi aşağıda və URL hissəsində Experiences yarandı. Homes hissəsində də həmin şey baş verir. Amma susmaya görə sayta daxil olanda ilk öncə evləri göstərir. Təcrübəni yox, servisləri yox, evləri göstərir. Biz bunu yoxlaya bilərik ki, sayta daxil olanda evləri göstərir. Ondan əlavə biz bu detalları müəyyən bir şəkildə yoxlaya bilərik. Əlbəttə ki, səhifənin uğurla yüklənməsini yoxlayırıqsa, biz bütün bu detalların hamısını bir dənə test case-ə yoxlamayacağıq. Amma ən azından header hissəsini deyək ki, yoxlayırıq və biz elə də yazırıq ki, header hissəsi düzgün yüklənib. Misal üçün, başqa bir şeyləri düzgün yüklənib deyəndə header hissəsində Homes menyusu var, altından xətt çəkilib, belə. Bizdə hal-hazır ki, mən yanaşmadan danışmaq istəyirəm, çünki ondan danışsam daha rahat olacaq. Bizim şirkətdə ADO istifadə olunur, Azure DevOps. Və Azure DevOps-da siz test case-ləri yaradanda bir çox hissədə əsas məqam olaraq, deyək ki, title-ı yazdınız, title var, title-ı yazdınız və addımları yazanda title-ı bizdə ssenarilər demək olar ki, olmur, user story olur və onun içində biz acceptance kriteriyalara aid test case-lər yazırıq. Ola bilər ki, bir dənə ssenarini götürəsiniz. Mənim yanımdakı TestRail istifadə edəndə də orada ssenari yazmaq olmurdu. Ssenari bir növ user story sayılırdı və ona əsasən biz test case-lər yazırdıq. Title yazdıq, ondan sonra addımları bu formada idi. Action, bir də expected result. Action olaraq biz çalışırıq ki, burada verify hissəsi olmasın. Yəni, verify yazısı ancaq expected result da olsun. Və action hissəsində, например,
click on hamburger menu. Və biz bunu yazandan sonra bu action'dır. Expected result-da artıq biz başlayırdıq yazmağa ki, indi istəyirsiniz belə xəttlərlə yazın, verify, istəyirsiniz 1, 2, 3-dən yazın, 1, verify. Yəni, nələri yoxlayacaq? Yəni, biz hamburger menyuya basanda nə baş verir? Burada menyu açılır. Ondan sonra deyirik ki, verify, misal üçün, menyuda help center item'ı var, become a host item'ı var, refer a host item'ı var, find echo host var, gift cards var və s. İstəsəz, misal üçün, bunu yazandan sonra, bax, bu bir dənə klikdə yaranan bir şeydir də. Sonra ikinci addım kimi ola bilər ki, biz yazırıq ki, hold on menu item və bu tərəfdə verify-ları yazırıq ki, verify background of the item gets darker, belə bir şey. Darker, daha detallı yazmaq tələb olunursa, mənim fikrimi gördü burada, yəni belə qoymayaq, nə bilim, 1. Darker yenə də qeyri-müəyyən bir şeydir. Daha detallı yoxlama tələb olunursa komandada, siz burada, misal üçün, açıb bunun baxa bilərsiniz ki, range tonları nədir və ondan müəyyən edə bilərsiniz ki, bu mövzuda ayrıca danışacağıq, çünki indi bunu danışma uzanacaq və mövzu qatışacaq. Və inspection-la işləməyi başqa videoda danışarıq. Əsas məsələ ki, siz bunun range tonunu uyğunlaşdırıb onu yaza bilərsiniz. Dediyim kimi, bu əgər siz SDLC prosesindəsinizsə, bu exploratory testing deyilsə, product owner user story yazırsa, orada ola bilər ki, məsələn, Figma ilə işləyirsiniz. Figmada bütün o kodlar, range tonları, hamısı qeyd olunur və siz oradan götürüb yazırsınız. Çox vaxtı o qədər detallı yoxlama aparmırlar, o qədər detallı məlumat paylaşmırlar. Sadəcə darker deyəndə aydın olur ki, yəni normaldan fərqlidir də, biraz tündləşir. Ondan sonra biz bunları yoxladıqdan sonra hamısını bir-bir biz hətta burada belə edə bilərik. Bu menu item'ı first menu item, second menu item ayrı-ayrı da yazmaq olur. Birləşdirmək də olar. Dediyim əsas məsələ odur ki, daha dəqiq addım və daha dəqiq gözlənilən nəticələr. Ondan sonra da siz onu pass və fail edə bilərsiniz o dəqiqlikdən. Çünki əks halda developerlə mübahisə yarana bilər. Developer deyir ki, məncə bax bura tündür, siz deyirsiniz ki, kifayət qədər tünd deyil və burada gedirsiniz product owner'ın yanına ki, əslində necə olmalıdır. O da sizə deyir ki, belə okeydir, developerlə dalaşmırsınız. Ondan sonra gəlib, yəni, misal üçün, bu search barı yoxlayırsınızsa, burada arxada kölgənin olması, background'un burada da boz rəngdə olmağı, bu kənarlarının yumru olmağı, ortada xəttin yaranmağı, yəni gördüyünüz kimi normalda xətt var, üzərinə aparanda xətt itir. Bu detalların hamısını action olaraq action gətirdim üzərinə, nə dəyişikliklər baş verdi, onu da yazırsınız. İndi həmin o test case'lərə baxsa, biz fikir verə bilərik ki, burada həmin yanaşma qorulmayıb və qeyri-müəyyən bir yazılar var. Mütləq şəkildə düşünməlisiniz ki, yəni biz ən azından çalışırıq ki, elə bir yanaşma ilə yazaq ki, test case'ləri istənilən bir şəxs, hətta çox da o haqda bilmirsə, gəlib o test case'i execute edə bilsin. Yəni o addımları riayət edərək həmin test case'i uğurla başa çatdıra biləcək. Bu o demək deyil ki, pass olacaq. Yəni test case pass oldu. Ola bilər fail olsun, amma əsas odur ki, o uğurla o prosesi gedə bilir və heç kəsdən sual soruşmağa məcbur deyil. Mən şəxsən hələ elə bir case görməmişəm ki, kimsə sıfırdan gəlib hər hansı bir test case'i götürüb, heç nədən başa çıxmaya test case'i rahat execute edə bilsin. Çünki normalda, misal üçün, Airbnb bəlkə də mümkün olar orada eləmək. Çünki Airbnb çox adam istifadə edir və public açıq bir
proqram təminatı. Amma Airbnb-də heç başı çıxmayan insan gəlib yenə də çaşacaq ki, hə, homes nədir, experiences nədir, services nədir. Ona görə istər-istəməz komandanın hər hansı bir anlayışı olmalıdır. Yəni, komanda üzvü gəlib bunu execute etmək istəyirsə, anlayışı olmalıdır ki, nədən gedir söhbət. Amma detallı yazmaq yaxşıdır. Məsəl üçün, mən buradan desəm ki, birinci addım kimi desəm ki, find a co-host menusuna get, böyük ehtimal ki, adam bilmir find a co-host hardadır. Çünki interfeyslə tanış deyil. Birinci adamın qarşısına gələn hamburger menudur, onun üzərində klikləyib sonra find a co-host-a getmək lazımdır. Bunlar bizdə artıq addımlar olacaq və o addımları daha detallı yazmaq olar. Precondition olaraq active internet connection, misal üçün biz burada yazmışıqsa bunu, burada yazmamışıqsa, o demək ki, burada internet connection lazım deyil. Normalda bu cür preconditionları yazmırıq. Browser is launched. Biz sadəcə, misal üçün, əgər gəlin belə götürək də, indi biz Airbnb səhifəsinə girəndə bunları görmək üçün bu paylaşımları, biz bu paylaşımların, yəni evlərin yaradılmasını nəzərdə tuturuq və precondition kimi standart bir yanaşma qoymaq olar ki, misal üçün, ən azından ilkin işləməsi üçün də ən azından 3 dənə ev elanı yarat. Yenə də burada misal üçün belə bir məqam var ki, misal üçün 3 dənə ev elanı yarat. Adam bilməyə bilər ki, ev elanı necə yaradırlar, ya da ki, yaradılmalıdır kimi yaza bilərsiniz, olmalıdır kimi yaza bilərsiniz. Olmalıdır. Bu nəzərdə tutur ki, artıq adam artıq bilir ki, elanı necə yaradırlar və ya hardansa sorğulayıb onu əldə edə bilər. Bəzi şirkətlərdə, elə içi bizimki qarışıq, çalışırlar golden data yaratsınlar, müəyyən bir standart data, hansı ki, bazılı işləri, yəni köklü işləri görməyə şərait yaradacaq. Yəni, biz hər dəfə Airbnb-nin sıfırdan başlayanda birinci Airbnb-nin görünüşü ilə başlaya bilmərik ki, burada artıq experience da var, services da var. Və əgər heç bir experience paylaşılmayıbsa, onda nə olacaq? Bura boş olacaq. Ümumiyyətlə, bu menunu göstərəcək, göstərməyəcək. Yəni, necə işləyir bu? Belə məsələləri aydınlaşdırıb, product owner-la aydınlaşdırıb, test caseləri yazmaq olur. Amma precondition-da adətən belə bir məqamlar olur ki, yəni minimum işləməsi üçün nələr lazım ola bilər. Əlbəttə, siz burada götürüb bütün saytın qurulmasını yaza bilmərsiniz, amma sırf evlərinin elanına baxmaq istəyiriksə, məsələn, burada vəbşə heç nə yazmamaq olar. Çünki bu sadəcə homepage-i, deyək ki, headerində menu itemları yoxlayır, buranı yoxlayır. Buranı yoxlayanda, bunlar əgər burada servis olsa ya olmasa fərqi yoxdur, yenə də bu menu itemlar burada olacaqsa, o zaman heç bir servis item olmağı gərək deyil. Precondition-da yazılmalı deyil, ya da ki, evin olmağı yazılmalı deyil. Biz ona görə bunları silə bilərik. Amma biz hansısa bir, görün burada var. Yox, hansısa bir evin elanını yoxlayırıqsa, belə bir yoxlama eləyiriksə, biz 100% bilməliyik ki, misal üçün, deyək ki, bir neçə variantı yoxlayırıq da, heç bilməm, bəlkə də burada Airbnb-də sən elanı şəkilsiz yerləşdirə bilmərsən də, elə ola bilməz ki, şəklin olmasın. Şəkil mütləq lazımlı bir şeydir. O zaman siz onu yoxlamaq üçün ev yaradarsınız da, ev elanı yaradarsınız. Amma deyək ki, elanları yoxlayırsınızsa, o zaman 3 dənə ev müxtəlif şərtlərlə, müxtəlif ayarlamalarla, ayrı-ayrı ayarlama olacaqsa, siz o preconditionsda onu yazırsınız. Deyirsiniz ki, misal üçün 3 dənə ev qurulmalıdır, evlərin şəkilləri olmalıdır, nə bilim, description hissəsi olmalıdır. Yəni, bu ümumi məlumat kimi qeyd edə bilərsiniz. Daha detallı ehtiyac varsa, o zaman daha detallı edirsiniz. Misal üçün, siz burada description hissəsində nə qədər yazı yazmaq simvolları imkanı varsa, onu yoxlayırsınızsa,
Orada əlbəttə siz daha detallı yazmalısınız ki, hansı uzunluqda precondition'da qeyd edirsiniz ki, hansı uzunluqda təsvir olmalıdır, neçə dənə spesifik simvollar olmalıdır yoxsa yox. Bu cür məlumatları burada qeyd edirsiniz. Test data olaraq, misal üçün, lorem ipsum götürə bilərsiniz, başqa bir mətn götürə bilərsiniz. Bizdə, misal üçün, test case'lərdə parameters deyilən bir hissə var. Alətin özündə, test management alətinin özündə, yəni ADO-da. O parametrlərdən demək olar ki, istifadə eləmirik. Çox vaxtı test datanı elə precondition'da yazırıq ki, bu cür test data lazım olacaq və birbaşa nə lazım olacağını yazmaqdan çəkinirik. Məsəl üçün, demirik ki, nədir? Demirik ki, bizə olmalıdır tropical getaway in the heart of Miami elanı yerləşdirilməlidir. Biz deyirik ki, bir dənə ev elanı yerləşdirilməlidir. Bu artıq yəni tropicaldır, tropical deyil, fərqi yoxdur, yəni hansıdır. Apartmentdir, apartment deyil. Amma təsəvvür edin, siz yoxlamanı aparanda siz 5 nəfərin həmin evdə qala biləcəyini yoxlayırsınız, yoxsa yox. O zaman burada one bedroom, 5 bedroom, gözünü görək, neçədən eləmək. Görürsünüz, 2-dən sonra qalxmır. Yəni, siz deməli, müəyyən bir yoxlamada siz dəqiq qeyd etməlisiniz ki, ev elanı yaradılmalıdır və ev elanının maksimum bir dənə otağı, bir dənə yataq otağı olmalıdır, bir dənə kravat olmalıdır orada, yəni yataq yeri olmalıdır. O zaman siz bunu yoxlaya bilərsiniz. Yəni, bu detal önəmlidir. Ona görə bunu precondition'da qeyd edərsiniz. Əgər önəmli deyilsə, qeyd eləməyə bilərsiniz. Qaydaq biz test case'lərə. Ümid edirəm preconditions'dan bağlı fikirlər aydın oldu. Əgər aydın deyilsə, əlbəttə biz bu haqda yenə danışa bilərik. Addımlar, bayaq dediyim kimi, addımlar daha çox action olmağı önəmlidir. Misal üçün, open browser, browser açıldı və nələri orada yoxlayarsınız browser açılanda. Biz open browser'ı yazmırıq, çünki istənilən web application'ın yoxlanması üçün biz browser'ı açmalıyıq. Və əgər konfigurasiya qeyd olunubsa ki, misal üçün bizdə konfigurasiyalar var deyə, konfigurasiya qeyd olunub ki, bu Chrome'da execute olunacaq. Bu demək ki, biz Google Chrome'a istifadə eləməliyik və onu açmalıyıq. Açmasaq bu linki yaza bilməliyik. Navigate to airbnb.com and press enter yazmaq olar. Bir dənə action kimi. And press enter. Çünki biz bu action'ı elədikdən sonra nəsə baş verəcək və biz həmin o nəsədən baş verəndən sonra nələr baş verdi, onu yoxlamağa çalışırıq. Ona görə burada homepage load successfully yazmaq əvəzinə biz yaza bilərik ki, bayaq danışanda dediyim təkrarlamaq kimi olacaq, amma yenə də ehtiyac var, mən düşünürəm buna. Biz burada müəyyən edirik ki, biz nəyi yoxlayacağıq? Məsəl üçün, əsas səhifədə header hissəsi yüklənib, ayrıca body hissəsi var, bu xətti qeyd edə bilərik. Kateqoriyalara görə evlər təqdim olunub və aşağıda footer hissəsi var. Bu detalları nə görürəm ideyası ilə yaza bilərsiniz. Sadəcə ümumi bir dənə homepage'i, yəni böyük bir homepage'i yoxlamaq çətin olur deyə, normalda product ownerlər bütün bu homepage'i kiçik bir epiklərə, sectionlara bölürlər və hətta deyək ki, feature olaraq nə vaxtsa gəlib places bu kateqoriyalara bölmək ideyasına gələndə bu homepage-də necə görsənəcək, o zaman bu müzakirə olub. Yəni, yadda saxlayın ki, bu sayt elə birinci gündən belə qurulmuyor. Bu illərlə yenilənə yeni funksiyonallıqlar gələ bu formaya çatır. Ona görə götürüb bütöv homepage'i bir ssenari, bir user story altında yoxlamaq, test eləmək biraz çətindir. Çalışın, siz təcrübə üçün end-to-end test case'lər yaradın, business flow-ya uyğun olaraq. Misal üçün, müştəri gəldi, ev seçdi, neçə dənə insan qəbul əlavə elədi və ödəniş etdi,
evi götürdü, book elədi, sonra onu cancel elədi, ya modification eləmək istədi. Yəni bu cür end-to-end test case'ləri qura bilərsiniz özünüz üçün business flow olaraq və regressionda biz adətən nə edirik? Misal üçün biz functional testingdə ki, burada arasında bu qədər məsafə var və ya burada ürək şəkli var, ürəyin üstünə basanda bizə misal üçün rəngi qırmızıya dəyişir, əgər login olmuşuqsa. Və misal üçün preconditionda onu yazmaq olar ki, istifadəçi login olmayıb ya da ki, login olub. Bu müəyyən bir şərtdir, çünki ona uyğun funksionallıq dəyişə bilər. Ola bilər ki, login olduğu halda burada mənim şəklimi də göstərsin. Bu preconditiondir. Əgər mən onu qeyd eləməsəm və adam login olmuş açsa bu səhifəni, mənim expected resultlarım heç də uyğun gəlməyəcək. Bu detaldır. Ondan sonra biz end-to-end test case'lərdə regression vaxtı biz misal üçün bu problemi görürüksə, biz o problem üçün bir dənə bug yaradırıq və onu hansı test case, functional test case-ə aiddirsə ona yazırıq, ya da ki, elə həmin o end-to-end test case-ə əlavə edirik. Yəni, burada biraz məqamlar dəyişir. Gəlin qaydaq test case-ə. Expected resultda çalışırsınız, detalları yazarsınız. Əgər functional test case-də yazırsınızsa, kiçik bir hissəni götürün və ona uyğun gözünüzlə nə görürsünüz, nə detallar olacaq orada, onların hamısını yazırsınız. Çox da absurd şəklə gətirməyin. Yəni, hər bir detalı, yəni pikseli ayrıca yoxlamırsınız. Misal üçün, təkcə headeri götürüb, bunu ayrıca bir test case kimi edib, təkcə headeri götürüb onu yoxlaya bilərsiniz. Və orada nələr var, nələr yox, home seçildiyi halda nə baş verir, experience seçildiyi halda nə baş verir, servisi seçildiyi halda nə baş verir, bunların hamısını ayrı-ayrı yaza bilərsiniz. Heç nə. Ona görə yəni, bu expected result'ın belə yazılmağı düzgün deyil mənim fikrimcə və inanıram ki, başqa bir tester gəlib bunu edəsi olsa, mütləq şəkildə onda suallar yaranacaq və biraz çətinlik yaranacaq ki, bu successful loads ya da ki, elə başdan soğutma yoxlama kimi olacaq. Yəni, o deyəcək ki, məncə successful idi və bomba kimi qəşəng görsənir. Ya da gəlib deyəcək ki, təzədən sual verəcək ki, indi, misal üçün, mən açdım da, bu kiminsə interneti zəifdir, bu 20 dəqiqə yüklənir, deyəcək ki, onda işləmir. Amma əslində elə deyil axı, əslində sadəcə adamın interneti zəifdir. Və ya JavaScript söndürülüb brauzerda heç yüklənmir normal. Bu da yenə də kodun və ya proqram təminatının problemi deyil. Bu böyük ehtimal ki, brauzerin problemidir. Amma indiki yanaşmalarda adətən belə edirlər ki, JavaScript söndürülübsə, o zaman heç ümumiyyətlə yükləməsin, bir dənə mesaj yazsın ki, JavaScript-i brauzerdə qoşmalısınız. Hələlik düşünürəm bu qədər və bu videoya əsasən inanıram ki, tələbələr və bizim kursun tələbələri olanlar da, olmayanlar da baxıb müəyyən bir dəyişikliklər edəcək. Artıq təcrübəsi olanlar şərhdə öz təcrübəsini bölüşəcək və yadda saxlayın. Əgər siz, misal üçün, belə bir test case'lər yazmışsınızsa, bizim WhatsApp qrupumuzda uşaqlar, hansı ki, təcrübə keçmək istəyən uşaqlar var. Siz o uşaqlarla danışıb deyə bilərsiniz ki, bəs o sizin test case'ləri execute eləməyə çalışsın, nə dərəcədə yaxşı yazılıb, pis yazılıb, onu bir feedback olaraq, konstruktiv feedback olaraq təqdim eləsin və siz də eynisini onun üçün eləyin. Bir-birinizlə collaboration edərək siz nələri öyrənərsiniz? Teamworkda işləməyi öyrənərsiniz, kollaborasiyanı öyrənərsiniz, bir-birinizə təcrübə yığmaqda kömək etmiş olarsınız və əlavə olaraq bir müzakirə etmiş olarsınız. Yəni, kiminsə deməyə ki, sən bunu səhv yazmışsan, sən bunu pis yazmışsan, bu heç vaxt o demək deyil ki, bu həqiqətən də sizin səhv və pis yazdığınızda. Ola bilər ki, əks tərəf səhv edir. Baxmayaraq ki, o bunu çox inanaraq və səmimi qəlbdən deyir. Siz müzakirə edirsiniz ki, niyə səhvdir, nə düşünürsən, niyə belə yaxşıdır, niyə elə yaxşıdır. Bir-birinizlə söhbət edirsiniz, hətta ortada ChatGPT-ni də araya qata bilərsiniz və nəticədə həqiqətən də nəyin yaxşı olduğu və necə yaxşı olduğunu
müəyyən etmiş olacaqsınız və həmin yanaşma ilə yazacaqsınız. Hələlik düşünürəm bu qədər. Kanala abunə olmağı unutmayın. Bizim kursu əldə etmək istəsəz bizimlə əlaqə saxlaya bilərsiniz. Bizim promo kodlardan istifadə edib əldə edəndə bizim üçün daha sərfəli olur. Bizə sadəcə maddi dəstək olmaq istəsəz Coffee All platformasından dəstək ola bilərsiniz. Yox, əgər sadəcə mənəvi dəstək olmaq istəyirsə, like edin, şərh yazın, bizimlə əlaqədə olun və videolarımıza baxın. Sağ olun, gəlin görüşlərdik.